yuxarıdandır. Buna görə də düşmə ehtimalı böyükdür. Hiper sözünü bilirik ki, biz hipermarketlər, nə bilim, hiper mağazalar, belə şeylər deyirik, böyük deməkdir. Bunun, nə bilim, tamın əsası zat, belə şeyləri qoyub kənara, izahlar əsasən misallar üzərində daha tez başa düşüləndir. Gəlin misallara baxaq. Məsələn, mən buraya yazıram ki, nə yazım? İt, pişik. Bax, diqqət edin, bir dənə izahdan başa düşəsiniz. Sonra deyirəm, məsələn, keçi. Bunlar deyəndə nə ağla gəlir? Bunlar nədir? Heyvan. Göz sorun. Bunların hamısı bir yerdə oldu, nə? Heyvan. Deməli, bunların hamısı bunların ümumi adı hiperonimdir. Heyvan deyəndə ağla gəlir, it, pişik, keçi, bunlar da hiperonimdir. Və sonra başqa bir şeylə deyirik. Baxın, deyirəm ki, məsələn, meyvə. Meyvə nə olar? Hiponim yoxsa hiperonim? Hiperonim. Bunun hiperonimləri nələr olar? Məsələn, deyirik, alma, almud, heyva, alma, armud. Başa düşdünüz nədir? Çətin bir şey deyil. Deməli, hiponim o ümumidir. Hiperonimdə ona misallar səhliyimiz. Başa düşdünüz? Burada hələ ki suallarda zətdə görünməyən belə bir şey var ki, deyir ki, aşağıdaşlardan biri həm hiponim, həm də hiperonim kimi düşünülə bilər. Bax, buna bir dənə diqqət yetirmək lazımdır. Bu da çətin bir şey deyil. Məsələn, tutaq ki, biz meyvə demədik. Meyvə dedik ki, alma, armud, heyva. İndi bir də deyirik alma. Alma. Məsələn, alma sortları var da. Nə bilim, nə deyirlər? Haziniyyət. Nə bilim, Amerika sortu. Nə bilim, təkər alma. Bizim bölgəyə uyğun almaları dedik. İndi burada alma nədir? Hiponimdir yoxsa hiperonim? Hiperonim. Amma deyirlər meyvə, onda alma, armud, heyva. Burada alma nədir? Hiponim. Deməli, alma sözü həm hiponim, həm də hiperonim kimi işlənə bilir. Aydın oldu tam-tamına. Heç bir qəlizliyi yoxdur. Çox asan, sadə bir şeydir. Bu qədər.